Dağılmayan kotlet, yığılmayan kotlet, topbuş kotlet necə hazırlanır onu göstərəcəm öz də qoyun ətindən. Yağsız qoyun ətini götürürəm farşını. Kənarda isə kartofla soğanı tam xırda blenderdan keçirdirəm. Suyunu sıxıram. Farş, yumurta, bir xörək qaşığı smetan, qatıq və yaxud da qaymaq hansı varsa ondan əlavə edirsiniz. O qədər əti döyürsünüz ki, qaldırırsınız, çırpırsınız, qaldırırsınız, çırpırsınız. Bir 5-6 dəqiqə dinlənir. Ondan sonra əlinizi suya batırıb, əlinizdə əti kotlet formasına gətirirsiniz. Baxın, əsas məqsəd burada əti döyməkdir. Yaxşı döyülən ət super də kotlet çıxacaq. Tavaya yağ əlavə edirsiniz. Yağ tam qızdıqdan sonra kotletləri əlavə edirsiniz. O yüz bu yüz qızardırsınız. Hər iki yüzü qəşəng qızarır. Ondan sonra qapağını qoyursunuz. Vamxodda 20 dəqiqə bişir. Kartofun isə qəşəng qızarması üçün kartofa yarım stəkan su əlavə edirəm, qoyuram bişməyə. Gördünüz ki, suyu çəkildi. Duru yağını əlavə edirsiniz. Qapağını bağlamırsınız. Gür xodda o yüz bu yüz qızardırsınız. Sonra duzunu vurursunuz, pul bibərini vurursunuz və salam. İnanın səmiyyətimə. O qədər ləzzətli olur. Kotletləri gördünüz, nə yığılmadı, nə qırılmadı, nə parçalanmadı. Çox möhtəşəm. İçi sulu, qəşəng, ləzzətli kotlet ərsəyə gəlir. Bu üsulla hazırlayın. Mənə sağ ol deyəcəksiniz.